Rusiyanın Yekaterinburg şəhərində hüquq mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb. Məhkəmədə ittiham tərəfi prosesin qapalı keçirilməsini xahiş edib. Məhkəmə ittiham tərəfinin xahişini təmin edib. Beləliklə, jurnalistlər zaldan çıxarılıb. 2000-ci illərin əvvəllərində törədilmiş cinayət işində şübhəli bilinərək bu ilin iyunun 27-sində zor tətbiq edilərək saxlanılan 9 nəfər azərbaycanlı məhkəmə qarşısına çıxarılıb. Məhkəmə azərbaycanlılar barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxır. Məhkəmə Məzahir Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxmaq üçün müşavirəyə yollanıb. İttiham tərəfi Məzahir Səfərovun barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib. Vəkil isə onun ev dustaqlığına buraxılmasını istəyib. Məzahir Səfərov vəkilinə bildirib ki, onun etirafı zorla alınıb, ailəsi hədələnib. Yekaterinburgun Leninski məhkəməsi müşavirədən sonra Məzahir Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib. Beləliklə, həmyerlimiz 22 günlüyünə istintaq tədbirxanasına göndərilib. Məhkəmə Məzahir Səfərovu iyulun 19-una kimi həbsdə saxlayıb. Hazırda məhkəmə Akif Möhbəloğlu, Ayaz Möhbəloğlu və Bakir Mehdioğlu Səfərovlarla bağlı təqdimata baxır. Vüqar və Məmməd Səfərov qardaşları kütləvi həbslərdən dərhal sonra sərbəst buraxılıblar. Kamal Səfərov reanimasiyadadır. Əhliman Gənciyevdə məhkəmə qarşısına çıxarılacaq. Əməliyyat tədbirlərindən sonra o xəstəxanaya yerləşdirilib. Lakin həkimlər onun dinləmədə iştirakına icazə veriblər. Digər təqsirləndirilən Əziz Abbasov isə 36 saylı xəstəxanadadır. Yekaterinburgun Leninski məhkəməsində keçirilən prosesdə bir neçə qətildə və adam öldürməyə cəhddə şübhəli bilinərək saxlanılan azərbaycanlılar barəsində həbs qətimkan tədbirinin seçilməsi müəyyən ediləcək. Məhkəmə prosesində Azərbaycanın Yekaterinburgdakı baş konsulu vəzifəsini icra edən Şöhrət Mustafayev və Yekaterinburgdakı Azərbaycan diasporunun sədri Şahin Şıxlınski də iştirak edir. Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə regional idarəsinin açıqladığı məlumata görə Azərbaycanlılara qarşı ittihamların irəli sürüldüyü epizodlar Yekaterinburgda 2001, 2010 və 2011-ci illərdə baş verib. Уголовного кодекса Российской Федерации. На основании изложенного руководства статьей 108 Уголовно-процессуального кодекса Российской Федерации суд постановил избрать обвиняемому Сафарову Мазахиру Махбалы Аглы меру пресечения в виде заключения под стражу сроком на 0 месяцев 22 суток, то есть по 19 июля 2025 года включительно. Настоящее постановление может быть обжаловано в Свердловский областной суд в течение 3 суток со дня его вынесения. Лицом, содержащимся под стражей, в тот же срок со дня вручения копии постановления с подачи жалобы представления через Оленинский районный суд города Екатеринбурга. Обвиняемый имеет право ходатайствовать в своем личном участии в заседании суда апелляционной инстанции, пригласить защитника для участия в суде вышестоящей инстанции, ходатайствовать о назначении защитника. Постановление изготовлено в совещательной комнате в печатном виде и подлежит немедленному исполнению. Кроме того, суд разъясняет право на ознакомление с протоколом судебного заседания, который велся в течение 3 суток с момента окончания судебного заседания и подачу замечаний на протокол в течение 3 суток с момента ознакомления.